Havalar soyuyan kimi hamının sümükləri ona havanın soyduğunu xəbərdar edir. Xüsusən də revmatizması olanlar və dizində ağrıları olan insanlar videonu sona qədər izləməyiniz məsləhətdir. Çünki bu problemləri təbii yolla aradan qaldıracaq bir proqramla gəlmişəm. Gördüyünüz kalsium iyon şəklindədir. Birbaşa sümüyə və qana sovrulur. Fəqərələri möhkəmləndirib sümükləri möhkəmləndirməyə kömək edəcək. Fəqərə arasında olan iltihabı təmizləməyə bizə kömək edəcək. Kardiseps, içərisində 100 kapsuladır. Məhsul özümün istifadə etdiyi məhsuldur bu arada. Və spirulina isə əzələ zəifliyini aradan qaldıracaq. 2 addım gedən kimi tez yoruluram. Ayaqlarım keyir. Gərək bir 5 dəqiqə hardasa oturum ki, bir nəfəs alım, ondan sonra yoluma davam edeyim deyirsinizsə, bu 3 dənə məhsulu qəbul eləyərək siz də problemlərinizin ciddiləşməsinin və daha da ağır fəsadlar verməsinin qarşısını ala bilərsiniz.